Doğma meydanda Araz Naxçıvanla qarşılaşan Qarabağ gözləndiyi kimi oyuna yaxşı başlayıb. Nəticədə 32-ci dəqiqədə ev sahibləri Musa Qurbanlı ilə hesabda önə keçiblər. Bununla da hücumçu 10 maçlıq quru seriyaya son qoyub. 40-cı dəqiqədə Kadi Borgesin ötürməsindən sonra Aleksey Kaşov fərqlənsə də qol ofsayt səbəbi ilə qeydə alınmayıb. 45+3-cü dəqiqədə isə Kevin Medina ikinci zərbəsindən sonra qapını dəqiq nişan ala bilməyib. İkinci yarıya da uğurlu start verən Köhnəlandlar 59-cu dəqiqədə Kaşovla rəqibi ikinci dəfə məyus edib. Qurbanlı bu dəfə ötürmə müəllifi olub. Bir dəqiqə sonra Ukraynalı futbolçu dubl etməyə yaxın idi, ancaq o bu şansdan yararlana bilməyib. Qalan müddətdə başqa həyata qalan hadisə baş verməyib və Qarabağ 2-0 hesablı qələbəyə sevinib. Ağdam təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası 13-ə çatıb. Tovuz şəhər stadionunda Sumqayıtı qəbul edən Kəpəz 11-ci dəqiqədə Alan Diyasın Ulyan Falşaya qarşı qayda pozuntusuna görə penalti vurmaq hüququ əldə edib. Ötəyə yaxınlaşan Rauf Hüseynli hesab açıb. 27-ci dəqiqədə qonaqlar Rövlan Muradovla qol yaxın olublar. Ancaq bu epizodda qapıcı Rogerio Santos yaxşı oynayıb. 45-ci dəqiqədə Murad Xaçayevin zərbəsi az fərqlə qapıdan yan keçib. İkinci hissədə hücumlarını davam etdirən Gənclik şəhər təmsilçisi 62-ci dəqiqədə bərabərlik üçün daha bir şans yaradıb. Ancaq Ayxan Süleymanlı əlverişli mövqedən fərqlənə bilməyib. 80-ci dəqiqədə Rogerio Santos Georgi Karashvilin zərbəsi zamanı yenə komandasını qoldan xilas edib. 90-10-cu dəqiqədə oyun qəhrəmanına çevrilən Santos bu dəfə Roy Kehatın zərbəsi zamanı yaxşı oynayıb və Kəpəzin 1-0 hesablı qələbəsində böyük pay sahibi olub. Turnir cədvəlinə gəlincə birinci pillənin 83 xalla Qarabağ tutur. Zirə 70 xalla ikinci, 15 xal geri qalan Araz Naxçıvan üçüncüdür. Muxtar Respublika təmsilçisini 49 xala malik tutan Tovuz izləyir. Ondan 5 xal az toplayan Sabah 5-ci, Neftçi isə 40 xalla 6-cı yerdə qərarlaşıb. 36 xallı Şamaxı 7-ci, Kəpəz 32 xalla 8-ci, Sumqayıt isə 30 xalla 9-cudur. Cəmi 22 xallı olan Səbailin isə artıq sonuncu yeri tərk etməyəcəyi dəqiqdir.